Peyğəmbər buyurur, kim bu ayda bir mənfi xüsusiyyət özündən uzaqlaşdırar, əxlaqında zərrə dəyişikliyi eləyə, Allah onun qədəmlərini sabitləşdirəcək. Və kim şərrini bu ayda cəmaatdan uzaqlaşdırsa, Allah qiyamətdə onu qəzəbindən uzaqlaşdıracaq. Yəni, insanlara bizi yaxınlaşdırır. İnsan Allahdan uzaq düşdükcə cəmaata qarşı da qəddar olur. İnsan Allaha yaxınlaşdıqca cəmaata qarşı da mehriban olur. Mən hərdən baxıram, hamımızın dərdidir deyə bunu deyib sözümü yekunlaşdırıram. Bu son günlərdə, son dövrlərdə o nadan xəvariclərin elədiyi cinayətlərə insan baxır, insan olmağına xəcalət çəkir. Yəni adam nə vəziyyətə qalar ki, diri-diri adamı götürər, yandırar. Hansı dində belə bir cəza var ki, insan diri insanın başını bədənindən ayıra, qışqıra Allahu Əkbər. Bu hara gəlib çatıb? Bu neyniyib ki, bu vəziyyətə düşüb? Və dünya da bunu görür, min cür cihadist adı qoyur, nə bilim nə adı qoyur. Kişilikləri, mərdlikləri çatmır ki, bu azğınların adını qoysun ki, bu terroristdir, bu bəşəriyyət düşmənidir. Buna qədər də qeyrətləri çatmır deməyə. Hətta bu məsələdə də maraq güdürlər. Görür ki, uşağa baxmır, qadına baxmır, kişiyə baxmır. Qarşısında kimi görürsə deyir ki, bu kafirdir, mənim kimi deyilsə kafirdir, kafir də oldu, malı da halaldır mənə, həyat yoldaşı da, namusu da, qeyrəti də. Bu bir bəladır ki, bəşəriyyəti gəlib tutub. Bu, İslamı, dini gözdən salan bir şeydir. Heç vaxt İslamın bədənində belə də bir qara yaradır ki, bütün müsəlmanlar səfərbər olmalıdır, əl-ələ verməlidirlər, məzhəbindən asılı olmayaraq. Kimsə onları özündən bilirsə, özünün qiymətini versin ki, mən kiməm. Qəsdən təqdim edirlər ki, bu filan məzhəbdir, filan məzhəbə qarşı vuruşur. Vallah o insanların məzhəbi yox, onların dindən zərrə qədər payı yoxdur. Onlar din bilmirlərlər, onlar dinin düşmənidir, onlar insanlığın düşmənidir. Ona görə bu vəziyyətə düşüblər ki, Allahdan uzaq düşüblər. Hələ mən görmədim dünyada bir adam şeytan yolunda baş kəssin, amma Allah yolunda kəsirlər. Eşitmişsiniz üçün şeytan yolunda eləyirəm bunu. Bunu qəsdən dedizdirir şeytan olaraq ki, təkbir qorxunc bir sözə çevrilsin. Harada biri təsadüfən Allahu Əkbər zikri deyəndə cəmaat qorxur ki, görəsən kimin başını kəsəcəklər. Belə bir vəziyyətə gətirib bu nadanların əli ilə çıxardıblar. Müsəlmanları bir-birinin canına salmaq üçün. Allaha insan yaxınlaşdıqca insanlara qəlbi məhəbbətlə dolmalıdır. Belə bir din yoxdur ki, kim mənim kimi deyilsə kafirdir. Onu öldürmək, onun hər şeyi mənə halal oldu. Bir firqə yaradıblar ki, işi səhərdən axşamacan adam öldürməkdir. Yəni işi gündəlik adam işə gedər və adamın həyatda amalı budur ki, baş kəsim, adam öldürüm. Və bunu din adı ilə eləyim. Budur ki, hamı mövqeyini ortaya qoymalıdır. Bu bəlanın kökü bir ölkədə kəsilməsə, bütün dünyanı o da tutacaq. Həzrət Əlinin deyimi ilə desəydir, onlar quduz it kimidir ki, onların qarşısı alınmasa xəstəliyə yoluxduracaqlar başqalarını da. Bu böyük bir bəladır insanlıq üçün. Ramazan ayında Allahın Peyğəmbəri, bu dini gətirən adamın sözlərinə baxın ki, insanlara mərhəmət göstərin. Fəqirlərə yardım eləyin, yetimlərə əl tutun, yetimlərin başına sığal çəkin. Din bunu təbliğ eləmək üçün gəlib, yoxsa çatanı düşmən elan eləyib başını kəsmək üçün? Allahdan kömək istəyək bu aylarda, bu günlərdə ki, Allah bu bəlanı müsəlmanlardan uzaq eləsin. Və təkcə dua ilə kifayətlənməyək, həm də eyni zamanda öz mövqeyimizi ortaya qoyaq bir müsəlman olaraq. Bütün məzhəblər əl-ələ verməlidir. Qardaş kimi bunlara qarşı çıxış eləməlidirlər. Və sözümün sonunda bir nöqtəni də deyib sözümü tamamlayıram. Ramazan ayının həm də özəl xüsusiyyətlərindən biri budur ki, biz Allah dostları ilə bir yerdəyik. Bu ziyafətdə İmam Zaman ağa da var. Biz də varıq. Yəni Allah fürsət verib ki, ilin başqa günləri ağa itaətdədir, biz yox. Amma burada biz də həmin o süfrənin kənarındayıq ki, İmam Zaman o süfrədədir. Və belə bir ümid yaranır bizdə ki, ev yiyəsi baxmaz da yaxşıdır, pisdir. Hamıya nəsə eləyər. O yaxşı qonağının hörmətinə görə biz pislərə də nəzər eləyər. Çünki qabağa yemək qoyanda da demirlər ki, bu pisdir, buna verməyək. O yaxşı əziz qonaqlarının hörmətinə Allah bizə də nəzər eləyər. Çünki biz də onlarla bir yerdəyik. Onlarla bir yerdə olanda onun rənginə boyanırsan. Yaduza salın bayram namazının qunutunda nə dua edirik.
Bu dua bunu ifadə edir. Və ən tudxiləni fi kulli xeyrin ədxəltə fihi Muhammədən və ali Muhamməd. Deyir, bütün o xeyirlər ki, Peyğəmbər və onun əhl-i beytinə vermirsən, onları mənə də ver. Yəni, oruçdan bir yerə çatır ki, Allah icazə verir, bunu istəyəsən. Peyğəmbərə, əhl-i beytinə, öz övliyalarına Allah hansı nemətləri veribsə, mənə də ver. Çünki biz bir süfrənin kənarındayıq. Allah bizi Ramazan ayının feyzindən, fəzilətindən binəsib eləməsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm və bihaqqı Mevlana sahibiz zaman. Ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Xəstələrimizə şifa mərhəmət elə. Ölənlərimizə rəhmət, qalanlarımıza haqqa hidayət elə. Bizi qarşıdan gələn mübarək Ramazan ayının hər gününün, hər saatının feyzindən binəsib eləmə. Bizi bu ayın, Ramazan ayının bağışlananlarından qərar ver. Kimlər ki bizdən dua xahiş ediblər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə.